Selam dostlar, yorulmayasınız, vaxtınız bexir. Bugün bir dənə bizə müştəri müraciət edib ki, köməyim işləmir. Köməyi açandan sonra bu səhnə ilə müvacih olmuşuq. Kömək kamilən ləvazimi özü pas basıbdır. Baxsınız da buradan qəşə məlumdur. O çərxəni çörəndən sonra o çərxənin içindən bir to su tökülübdür. Bu su tökülməyin də baisi ya su ilə yumaqdır, ya da qar yağış qabağında qalmaqdır. Mən müştərilərə hey tapşırıram ki, ağa su ilə yumayın, həddəl imkan su ilə yumayın, dəsmal çəkin. Qol demişdi, həzinələr yuxarıdır. Həqiqətən əlan müştəri istəsə bu köməyi dəyişə, alüminium köməkdir. Köməyin əlanının bazarda rahat 4 milyon, 3 milyondan yuxarı qiymətidir. Və həmkarlardan da xahiş edirəm, köməyə deməsinlər müştəriyə ki, ağa köməkdə cürrənməz, dəyişə. Əlan istəsə dedim, ərz elədim, kömək Allah alüminium köməkdir, gərək 4 milyon, 3 milyondan yuxarı həzinə eləyə. Bir dənə də əgər qolay kömək alsa, gərək laqəl 1 milyondan üstə pul verə. 1 milyondan aşağı köməkdə işləməz. Xahiş edirəm həmkarlardan təmir eləsinlər, kömək işləməsə, ləvazimi də var, təmir də olar, kömək işləməsə əgər. Mərdum yazıqdır bu vəziyyəti bahalıqda. Elə rahat deməyin kömək istəyir. Açın, cürrənər, inşallah cürrərsiniz. Açın, pulunuzu alın. Deməyin işləməz. Millət yazıqdır bu vəziyyətdə. Bir dənə gərək kömək alsa, məmuli kömək 1 milyondan üstə puludur. Sağ olun, sağ yaşayın.